Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid anaları, ataları, hörmətli təhsil ocağının fədakarları, əziz şagirdlərimiz, bizim yeniyetmələrimiz. Sizlərlə bugün görüşə gəlməyimdə qürur hissi duyuram. Nədən ki, bu məktəbin bir yetirməsi də bizim igid şəhidimiz, Elvinimiz, bu məktəbin, bu təhsil ocağının bir yetirməsidir. Mən burada həm də bir cəmiyyətin adından çıxış etməkdəyəm. Artıq 30 ildir ki, öz sözünü demiş, şəhid ailələri, əlillər və müharibə veteranlarının Müdafiəsi İctimai Birliyinin adından həmin birliyin İnsan Resursları Şöbəsinin müdürü, Qızıl Qələm mükafatlısı, Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü, vətənpərvər şair Nazlı Yazar olaraq da burada sizi görməkdə şadam. Və həmin birliyin sədri, hər iki müharibənin, Qarabağ müharibəsinin igid qazisi Tahir Məmmədovun, igid qazilərimizin, könüllülərimizin, digər şəhid ailələrimizin də adından sizə salamlar gətirmişəm. Gözəl anamız, gözəl analarımız, sizləri var olasınız ki, belə igid oğullar, belə vətənpərvər evladlar getirmişsiniz. Və mən hər bir tədbirdə, artıq 6 ildir ki, məni tanıyan analar bilirlər. Mən şəhidlərin ailələri ilə bir olan tədbirlərdə iştirak etməkdəyim və bu gün də burada olmağım ilahidən bir məsləhət olub ki, mən bu gün buradayam. Hər bir tədbirdə demək özümə borc bilirəm ki, bizə gəl bu gün, bu gözəl anamız Azərbaycanın, bu gözəl məmləkətin vətən torpaqlarında şaqraq addımlayırıqsa, aydın səmada nəfəs alırıqsa, məhz bir zamanlar mən fəxr edirəm ki, Azərbaycanlıyam deyib də, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır nidası ilə çıxış edən və bu nidanı 44 günə təsdiqləyən Cənab Ali Başkomandamıza və onun dəmir yumruğu ətrafında sıx birləşərək bizə qalibiyyət yaşadan müzəffər ordumuza, cənnətlik şəhidlərimizə, yarı əzalı qazilərimizə, veteranlarımıza hər birimiz bir can borcluyuq. Eşq olsun vətənin belə igid, belə vətənsevər, belə vətənpərvər vətən oğullarına. Ruhları qarşısında dönə-dönə baş əyirəm və fərq etməz. Tarixin o başından bu başına dək. Bu, nə bilim, qaçaq nəbili olsun, Koroğlulu olsun, fərq etməz. Hər kəsə bəllidir ki, anamız Azərbaycan coğrafi mövqeyi ilə o qədər baxışmılıdır ki, o qədər təbiəti, florası, faunası zəngindir ki, nə qədər dostu olubsa da düşmən də az olmuyor. Və bu düşmənlə mühafizədə qorunması üçün vətən oğulları hər zaman öndə dayanırlar. Fərq etməz, o baxımdan deyirəm ki, tarixin ta o başından bu başına da bütün vətən şəhidlərinin ruhları qarşısında baş əyərək igid şəhidimiz Əlimov Elvin, Nəsrəddin oğluna ithaf etdiyim vətənin uğrunda fəda amanlı şeirimi sizinlə bölüşürəm. Sanki ağatlıdır, tankı ilə gəlir. Düşmənin gözünü cəhsur təklərir, illərlə yığılan qan qisasını, tarixin qaranlıq sehrini silir. İgid ərənlərin önündə gedir, dayağı, sevgisi vətəndir, eldir. Bozqurdun oğluyuq, Bozqurdun oğluyuq, haydi ərənlər, gücümüz haqdandır, imandır, eşqdir. Bax belə söylədi. Bax belə söylədi baş leytinantım, vətənin uğrunda fəda amallım, Əlimov Elvinim, Nəsrəddin oğlu, igidliyə görə orden medallı, İradə ananın igid balası, adına küçə var, yadda qalası. Onun tək döyüşən igid ərənlər, tarixi zəfərlə yaddaş qalası. Nəvlər od götürdü, məhşər şöləsi. Qonmadılar qala, torpaq köləsi, onların eşqi ilə çiçək açırdır, inləyən torpağın gülən çöhrəsi. Bir tarix yazdılar, deməsəm olmaz. Düşmənin dərsini verməsəm olmaz. Mən nazlı yazaram, vətənin qızı, şəhidi baş tacı seçməsəm olmaz. Vətənin oğlu tək sevməsəm olmaz. Vətənin oğlu tək sevməsəm olmaz. Bir daha bütün şəhidlərimizin nurlu ruhlar qarşısında baş əyirəm. Bundan belə inşallah ki, Azərbaycanımız bütün qapıları xeyirli günlərə açılsın. Ancaq o igid ərənlər unudulmamaq şərtilə, bu da siz gənclərdən asılıdır ki, onları daima tarixən yaşadasınız, gələcək nəsillərdə siz ötürəsiniz.
Bəli, bizim belə igid ərənlərimiz olub. Var olun, sağ olun.